Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Bəli, biz növbəti dəfə Xankəndidəyik və bu müqəddəs günlərdə Novruz bayramı ərəfəsində məhz bura ezam olunduq. Əsas səfərimizin əsas məqsədi məhz işğaldan azad olunmuş bölgələrimizdə bayram ab-havası necədir? Məhz bunu siz tamaşaçılara çatdırmaqdır. Təbii ki, elə indicə Xankəndiyə qədəmlərimizi yenidən bastıq və burada gördüyümüz mənzərə və görüntülər həqiqətən də insanı qürurlandırır. Çünki artıq ikinci dəfədir ki, Novruz bayramı Xankəndidə böyük təntənə, böyük təmtəraqla qeyd olunur və dünən axşam saatlarında məlumdur ki, Xankəndidə böyük Novruz tonqalı qalanmışdı və Zəfər meydanında Novruz tədbiri, Novruz şənliyi və konsert təşkil olunmuşdu və elə gördüyünüz kimi əlavə odunlar da gətirilib, qoyulub bura ki, yəqin ki, Xankəndi şəhərinin qonaqları üçün yenidən bu günlərdə təbii ki, Novruz tonqalı qalanacaq və təbii ki, Novruzun əsas atributlarından olan səməndə, belə deyək, şəhərin mərkəzində quraşdırılıb və kadrlardan da gördüyünüz kimi həm digər bölgələrimizdən, paytaxtımızdan, həm də Xankəndi şəhərində çalışan, buranın bərpa quruculuğunda və digər işlərinə cəlb olunmuş sakinlər bu günləri məhz Xankəndidə qeyd edirlər. Yanımızda Ağdamdan Xankəndiyə məhz Novruzla bağlı, bayramla bağlı istirahət üçün gəlmiş və buranı, belə deyək ki, neçənci dəfədə artıq özü deyəcək burada olur və Elnur bəy burada. Elnur bəy, xoş gördük sizi, bayramınız mübarək olsun. Buyurun, zəhmət olmasa, kimlərlə gəlmişsiniz? Ailəmizlə gəlmişik. Bugün Novruz bayramıdır. Təbii ki, biz də qürurlanırıq. Xankəndi illərlə Qarabağ torpağında özünə məxsus şəhərlərimizdən biri olub. Allah bu günləri bizə yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Ali Baş Komandanımıza can sağlığı arzulayırıq ki, bu günləri bizə yaşadıblar. Təbii ki, Xankəndinə gəlmək hər bir Azərbaycanlının borcudur və bu gözəl günlərdə burada görmək bizə fəxr verir. Kimlərlə gəlmişsiniz? Ailəmlə. Bütün ailəmin üzvləri, iki maşın üzvləri, belə deyək ki, qohum-əqrəba buradayıq. Uşaqlardan kimsə yaxınlaşıb buraya sözlərini desəydi bizə çox yaxşı olar. Gəl, Qaymıq, gəl. Gəl bura, gəlin, ikiniz də gəlin. Gəlin uşaqlar, sizi də təbrik edirik. Neçənci dəfədir Xankəndidəsiz? İlk dəfədir gəlirsiniz. Siz ilk dəfədir bir yerdə gəlmişsiniz. Ağdamda yaşayırsınız? Hə, Ağdamlılar Bakıda yaşayır. Bakıda yaşayırsınız. Necədir Xankəndidə ümumiyyətlə Novruz bayramı? Ümumiyyətlə Xankəndi özü necədir? Çox gözəl görüntü. Aha. Bayramınız mübarək olsun. Xoş əyləncələr, xoş istirahətlər. Təşəkkür edirik, minnətdarıq. Bəli, biz də bir daha Naxçıvan Televiziyasının Bakı bürosu olaraq xalqımızı bu gözəl, müqəddəs Novruz bayramı münasibəti ilə məhz Xankəndidən təbrik edirik və onlara, necə deyərlər, ən əsası can sağlığı, firavanlıq, hər zaman xalqımıza sülh arzulayırıq. Bəli, bizim buradan çatdıracağımız ən son görüntülər, informasiyalar hələ ki bunlardan ibarətdir və növbəti irəliləyən günlərdə də buradayıq və burada baş verənləri an-ban siz tamaşaçılarımıza çatdırmağa çalışacağıq.